Bir, hörmətli izləyicilərimiz, hörmətli şagirdlərimiz, hörmətli valideynlərimiz. Mən Vüsal Kəlbəcəri bu günlərim Azərbaycanımızın çox gözəl şəhəri olan Mingəçevir şəhərindəyik. Mingəçevir şəhəri hər zaman təhsilinə görə, hər zaman təhsildə göstəricilərinə görə gözəl nəticələr göstərir və seçilir hər yerdə. Və biz də bu günlərim qabaqcıl, nümunəvi bir şagirdi sizlərə təqdim edirik. İgid balamız, adı soyadı nədir? Cəfərli Elnar. Çox gözəl. Elnar bala, böyüyəndə hansı peşəyə sahib olmaq istəyirsən? Polis. İnşallah. Arzu edirik gələcəkdə ən yüksək balından polis akademiyasına qəbul olasan və şərəfli polislərdən biri olasan. Məktəbdə ən çox sevdiyin müəllim kimdir? Gülqız müəllimə. Gülqız müəllimə də öz adımızdan dərin təşəkkürümü bildirirəm. Babasının adı nədir? Qəhrəman. Qəhrəman bəy, sizə də dərin təşəkkürümü bildirirəm. Nəvənizə nə arzuluyorsunuz? Vətənə, babasına, nənəsinə, valideynlərinə layıqlı evlad olsun. Çox gözəl. Biz də sizə arzu edirik ki, inşallah sizin nəvəniz də vətənimizin dəyərli vətəndaşı olsun. Biz də onunla bağlı gözəl çəkiliş eləyək. Bu günlərim 2025-ci il 14 noyabr tarixidir. Bizim arzumuz odur ki, İgid balamız gələcəkdə bayrağımızı yüksəklərə qaldıran dəyərli vətəndaşlardan olsun. Özü babası da 1-ci Qarabağ döyüşlərində 2-ci qrup əlildir və qazi qardaşımızdır. İgid balamız bizə söz verirsənmi bayrağımızı yüksəklərə qaldırasın? Bəli. Biz də sənə söz veririk ki, hər zaman sənin uğur və nailiyyətlərini işıqlandıracağıq. Təşəkkürlər, minnətdarım, sağ olun.